Müəllimlə. Hə, çünki mənim mamam müəllimədir, bilirəm də çox əziyyət çəkirlər. Vəkillə. Nəyə görə? Mənim onlar bəy ciddi olurlar ona görə. Ciddi adamdan yenə sevgi olmaz. Yox. Deyib gülan adamdan da, pozitiv. Onu sizə hansı peşə uyğun gəlir? Məsələn, mən öz sənətimə uyğun aşpaz olsa yaxşıdır, şirniyyatçı olsa yaxşıdır, musiqiçi olsa daha yaxşıdır. Yəni yola gedərəm. Müdürlə və s. ilə. Çünki onlar nə bilim çox eqol olurlar. Elə sanırlar ki, əllərindəki pulla hər şey ala bilərlər. Xadiməçi ilə, yaxud da küçədə gəzən, bütün gün gəzən, tində bucaqda olan qızlarla. Nəyə görə? Çünki pis baxıram onlara. Şəxsən müğənni ilə qurmazdım. Jurnalist. Nəyə görə? Suallarla baş vermir yer. Polis olmasın yeter. Nəyə görə polis? Hayat ömür boyu tehlike, risk. Bir polis, bir jurnalist. Jurnalist. Jurnalistler araştırmacı olur ona göre. Bir de vekil. Bu üçü tehlikeli peşeye sahiptiler. Böyük ehtimalı mən də həkimlərlə. Həkimlikdə ən də xoşum gəlmir iyrənirəm və sıxmasın. Xoşum gəlməz məsələn kiminsə ağzı ilə əlləşsin ya məsələn kiminsə ətini kəssin, qarnının zadını kəssinlər var. Həkim arıqlatmaqsa belə bir şey olur. Elə qadınlarla xoşum gəlməz. Ümumiyyətlə xaricdə yaşayan insana ələ verməzdim. Bir ayağı burada, bir ayağı da xaricdə olsun, xeyr. Elə insana ailə qurmağına razı olmaram. Kişi harda, ailəsi də orada. Vəxşi ümumiyyətlə işləməyən biridir. Necə yəni? Yəni belə də evdar belə deyil. Məsəl üçün müəllimə ilə olmur. Nəyə görə? Xoşlamıram elə bir şey. Məncə ev qadının lap gözəl olar. Ev qadının lap gözəl olar. Televiziya işçisinin marağım yoxdur çünki. Mən şəxsən bank işçisi ilə heç ailə həyatı qurmaram. Mənə görə həqiqətən çox sıxıcı gəlir onun həyatı. Yəni çünki bütün gün kalkulyator hesablamaq zadı, yəni ki, nə sənə vaxt ayıra bilər, nə də ki başqa da, yəni. Məncə sıxıcı gəlir onun həyatı o ilə. Valla mən məsələn müğənni ilə belə ailə həyatı qurmaram. Bazda işləyən qızı. Harda? Bazda. Ümumiyyətlə ailə qurmaq fikrim yoxdur, amma nə vaxtsa ailə qursam, yəni mənim üçün fərqi yoxdur. Valla peşə sahibinin fərqi yoxdur. Əsas odur ki, ailəsinə sadiq insan olsun, bəs eləyir. Əgər o halal pulun qazanırsa, məncə onun işlədiyinin, harda işlədiyini, nə işlədiyinin heç bir fərqi yoxdur. Yəni əsas odur ki, o halal pulunu qazansın, özünü saxlaya bilsin, ailəsini saxlaya bilsin, onun heç bir fərqi yoxdur. Gecikməni və ya çətin iş olsun, məncə qadın da kişi də bacarar, halal pul qazandığı müddətcə hər bir işi bacarar. Mən üçün də fərqi yoxdur. Yəni hansı peşədə işləyirsən fərqi yoxdur? Xeyr. İnsan olsun, yetər. Düzdür, biraz yanlışdır fikrim. Amma ki, mən onu qəbul edirəm ki, yəni mən sevdiyim adamı işləməyə qoymaram. Yəni. Çünki mühitimiz ona icazə vermir. Əsas peşə deyil, insan kimi insan olsun. Mənim üçün vacib odur. Pul qazansın, ailə qədri bilsin, ailə canlı olsun, məsuliyyətini başa düşsün. Mənə peşə vacib deyil. Hansı peşəni istəyir, onu seçib götürərdi. Bir-birlərini başa düşsünlər, fərqi yoxdur. Dolansınlar bir yerdə. Peşənin hansının olmağını ailə qurmaq üçün fərqi yoxdur. Hansı var, nə vəbşi elə heç biri. Elə belə.